Qarabağdan Kopenhagenli oyunda iki çox ziddiyyətli hissə. İlk öncə bu möhtəşəm qələbə münasibətilə Qurban Qurbanovda başda olmaqla bütün Qarabağ kollektivinizə minnətdarlığımızı bildirmək istəyirik. Əgər bizim xəyali məqsədimiz 24-lükdə yer almaq idisə, biz 2 turdan o işin 50%-ni hardasa yerinə yetirmişik. Nəzərə alsaq ki, ötən mövsüm 24-cü yerdən komandanın cəmi 11 xalı var idi. Digər tərəfdən yenə də bizim kanalımızın içi analitik olduğundan gəlin komandanın oyunun üzərindən qısa şəkildə keçək və izah etməyə çalışaq ki, niyə görə birinci hissə bu qədər fantastik alındı, ikinci hissə isə çox pis məcrada keçdi bizim üçün və hətta deyərdik ki, əlimizi ürəyimizə qoyub qələbə qazanandan sonra adətən öz səhvlərini demək çox asandır. Hardasa Qarabağın bəxti gətirdi ki, Kopenhagen həmin oyunda bərabərlik qolunu vurmadı və oyunun qırılma nöqtəsində də Addayi fantastik individual qol vurmaqla bir növ oyunun taleyini həll etmiş oldu. İlk yarıda əslində Qarabağın intensiv pressinginə Nestorov hazır deyildi. Yenə də biz bilmirik ki, Nestorov oyuna nə qədər hazırlaşmışdı, Qarabağı taktiki cəhətdən onun analitik komandası nə qədər araşdırmışdı. Plan ondan ibarət idi ki, Qarabağ bir növ, əgər onu Qarabağ şərti götürsək, müdafiədə kompakt orta blokla oynayıb, keçidlərlə hücuma keçirdi. Lakin görünür ki, rəqib 4-4-2 taktikasıyla oynasa da, Qarabağın sol cinahına və ya öz sağ cinahına hazır deyildi. Mən nəyə görə deyirəm ki, Nestorovun əmin deyiləm necə işini görüb görməməyindən, çünki oyunun əvvəlində Qarabağ üçün çox gözəl bir şanslı anlardan biri oldu. O da ki, rəqibin sağ cinah müdafiəçisi Hueskasın zədəsi idi. Xatırladaq ki, necə ki, Qarabağ hücumlarının hardasa 40%-ni soldan edir. Elvin və ya Tural plus Zubirin vasitəsilə Kopenhagendə əksər hücumlarını sağdan edirdi və sağ cinahla həmin bu cinahın dueli çox fundamental olacaqdı. Lakin Hueskasın zədəsindən sonra Nestorov ora nominal sağ cinah müdafiəçisi buraxmağın yerinə Zageni buraxdı, hansı ki özü sağ cinah yarım müdafiəçisidir və karyerasının əvvəlində də sağ cinah winger oynayıb və nəticədə əlbəttə ki, bu plan iflasa uğradı. Əbəs yerə deyil ki, Qarabağ ilk yarıda rəqibini tam olaraq sıxıb, hətta deyərdik ki, rahat şəkildə 2 qolluq üstünlük əldə etməli idi. Topa sahib olmaq bizdə 63%-də idi. Bu çox ciddi bir göstərici Çempionlar Liqası səviyyəsi üçün və üstəlik qapılara vurulan 5 zərbədən bizdə elə bilin ki, XG dilində desək 2 big chance, yəni 2 böyük şans var idi. Kopenhagendə isə bunlar 0 idi. İkinci hissədə nə baş verdi? İkinci hissədə Qurban Qurbanov oyundan sonraki intervyusunda bundan bir qədər az danışdı, amma fikrimizcə Qalatasarayda Okan Buruk'un Liverpool'la maçda fasiləsində olduğu kimi burada da Qurban bəy hər halda komandanın bir qədər arxaya çəkilib rəqibi əks hücumda tutmaq komandası vermişdi. Lakin çox təəssüf olsun və bizim də şansımız gətirdik, biz bundan cəzalanmadıq. İkinci hissədə Addayinin qol epizoduna qədər Qarabağ rəqib zonasında 5 pas dalbadal edə bilməmişdi. Düşünün ki, həmin qol da 84-cü dəqiqə, yəni o hissənin 39-cu dəqiqəsində olmuşdu və bu da əslində Kopenhagenin necə addım-ba-addım dəyişikliklərlə Qarabağı qapısına sıxmağını göstərir və nəticədə Kopenhagen ikinci hissədə meydanın bizə aid olan 1/3-imizdə hardasa vaxtın 37%-ni, yəni 1/3-ni keçirmişdi və əlbəttə ki, bu bir tərəfdən qəhrəmanlıqdır ki və çox böyük əzmkar və təcrübəli mübarizəsidir ki, Qarabağ bu təzyiqin altında sınmadı və ikinci qolu vuraraq oyunun klassikası budur ki, belə öz qapısına qol buraxmadıqda daha bir qolu vurub oyunu bitirirsə. Oyun kimi ciddiyyətli daha bir fiqur Kadidir. Çünki bir tərəfdən Kadi bizim ehtiyat elədiyimiz özəlliyi nədən ibarət idi ki, komanda rəqibi sıxdıqda Kadi 4-2-3-1-in dayaq yarım müdafiəçisindən biri olduqda belə bir qədər, məsələn, Kadi yuxarı qalxır. Əgər komanda deyək ki, belə qalxırsa, Kadi bir qədər yuxarı qalxır və Kadinin əslində müsbət xüsusiyyətləri, pas ata bilməyi, yəni ki, oyunun cinahını dəyişə bilməyi, eyni zamanda xətlər arası kəsici pasları ata bilmək qabiliyyəti üzə çıxır. Əbəs yerə deyil ki, oyun boyu 85 pas atan Kadi 80%lik dəqiqliyə malikdir. Nəzərə alsaq ki, Qarabağ ikincisi əsasən müdafiə olunurdu. Bu çox ciddi, yəni göstəricidir. Əlbəttə ki, idealda bu pas göstəricisi 90% olmadı, amma Çempionlar Liqasının səviyyəsini nəzərə alsaq, bu da çox ciddi bir rəqəmdir. Digər tərəfdən Kadi ikinci hissədə ümumiyyətlə oyun ərzində 17 dəfə top itirib, ikinci hissədə isə bunların 12 dəfəsi təsadüf olunub. Bu da onu göstərir ki, yenə də Kadi hardasa bizim o elitar nümunə olaraq Bruno Fernandesi göstərmək olar. Klassik 10 nömrədir. 10 nömrənin funksiyası beyni həmişə ümumiyyətlə illər boyu onu məşq edir ki, baxın, burada əgər 10 nömrə yerləşirsə, hansı pas alanı, pas boşluğu tapsın, necə xətlər kəsici paslar atsın, necə oyunu lazım olan cinaha köçürsün. Amma eyni zamanda 10 nömrəli futbolçunun həmişə bu problemi olacaq ki, əgər komanda kompakt müdafiədə oturursa, gəlin bunu belə göstərək. Əgər komanda tutaq
Qarabağ dünən etməyə çalışırdı. 10 nömrə futbolçunun dayaq yan müdafiəsində olmaq, ümumiyyətlə müdafiə olunmaqda problemləri ondan ibarətdir ki, birinci olaraq komandanın əsas məqsədi kompakt müdafiədir və o kompakt müdafiəni elementlərini pozur. Çünki özü də bilmədən onun yanından keçən oyunçuları buraxa bilər. Üstəlik topu öz ayağında lazım olan artıq saxlaya bilir ki, nəticədə də ki, rəqib bundan istifadə edərək onu daima təzyiq altına salır və bizim fikrimizcə, yəni tam şüurlu şəkildə məşqçi instruksiyasına görə olmasa da Kopenhagen çox ciddi şəkildə Kadini özə arxası meydana, üzü bizim qapımıza topu qəbul edəndə onu çox ciddi pres edirdi. Amma yenə də günün sonunda əsas futbolda nəticədir və nəticə də ki, bizim üçün yəni xəyalidir. Yəni bir növ biz bunu yatıb yuxumuzda kimsə bizə desəydi ki, 2 oyundan sonra 6 xalımız olacaq, buna yəni ciddi qəbul etməzdik. Bunu belə bir növ möcüzə kimi gözləyərdik. Lakin Qarabağın Avropa yürüşü davam edir. Biz artıq sizdən suallar alırıq ki, Atletico-nun analizinə vaxt gələcək və biz qrafikdən tez olaraq həmin onun analizini vermək istəyirik millilərin pauzasının arasında. Çünki orada vacib bir elementlərdən biri Qarabağın Atletiklə oyunda ciddi şəkildə müsbət nəticə ümid edib etməməyin ən vacib elementlərindən biri Nico Williams'ın oynayıb oynamamasıdır. Çünki Atletik Bilbao Nico Williams'sız qələbə qazanmayıb və son 2 oyunda məğlub olub. Amma Nico Williams'la cəmi bir keçəsi və bütün qalan oyunlarda qələbəsi var idi və bu da əbəs yerə deyil. Nico Williams çox güman ki, milli komandaya çağırılmayacaq, amma ona görə də biz heç olmasa millilərin 2 oyun arasında bu analiz etməyə çalışacaq ki, başa düşək ki, Atletik Bilbao'nun heyəti necə olacaq. Çünki Qarabağ kimi, əslində Qarabağın baxanda ehtiyat skamyası daha genişdir, nəinki Atletik Bilbao'nun. Atletik Bilbao da hardasa 2 oyuncu sıradan çıxırsa, xüsusilə Sanchez və Nico Williams komandanın bütün sistemi pozulur və bu bizim komandanın avantajına işləyə bilər. Sonda gəlin Qarabağın uğurunun UEFA'nın əmsallar cədvəlindəki əksinə baxaq. İlk öncə onu demək lazımdır ki, Qarabağın bu qələbəsi Azərbaycanın aktivinə 4.800, 1875-ci xalı yazır. Azərbaycan tarixində ən uğurlu mövsüm, 2 mövsüm öncə həmin o Qarabağın Bayer Leverkusen möcüzəsi mövsümü idi. Həmin mövsümdə komanda bir xal daha artıq yazmışdı. Yəni bunu futbol dilinə tərcümə etsək, Azərbaycanın həmin xaldan 2 qələbəsi ayırır Qarabağın. Bunun üstünə biz gəlirik ki, Qarabağ klubların reytinq cədvəlində 51-ci sıraya yüksəlib və növbəti yenə də 6 oyunda ikisini qələbə qazanarsa, Qarabağ çox güman ki, top 50-likdə olacaq. Bu yenə də xüsusi hər hansı bir mükafat verməsə də yenə də çox nüfuzlu və çox xoşa gələn bir statistikadır. Və son məqamı bildirmək istəyirəm ki, əgər biz 6 xalla komandanın ümumi ilk 36-lıqda neçənci yer tutduğuna baxsaq, görürük ki, ötən mövsüm Sturm Graz və Crvena Zvezda 6 xalı yığıb 29-30-cu yerləri paylaşmışdı. Yəni ən azından biz indi deyə bilərik ki, hardasa biz 30-luğa girmiş oluruq. Lakin bu 2 qələbə göstərdi ki, Qarabağ Avropanın ən yüksək səviyyəsində rəqabətçil olmağı bacarır və yenə də dediyim kimi müəyyən şərait gətirərsə, biz Atletik səfərindən də müsbət nəticə ilə ayrıla bilərik. Düzdür, onun haqqında yenə dediyim ayrıca danışacaq. Amma geridə qalan 6 oyunda Qarabağ 2 qələbə qazanarsa, bəlkə də play-off'un qapısını aralamış olacaq. İndi isə gəlin bir simulyasiya oyunu oynayaq. Növbəti 6 oyunda siz Qarabağın neçə xal yığacağını gözləyirsiniz. Gəlin mümkün qədər realist olmağa çalışaq. Arzulayarıq əlbəttə ki. Və Qarabağ 24-yə düşə biləcəkmi? Yoxsa qabaqdakı sınaqlar həddindən artıq keçilməz səviyyədə çətin olacaq. Fikirlərinizi şərhlərdə bildirməyi unutmayın. Videomuzu bəyəndinizsə like edin və əlbəttə ki, kanalımıza abunə olun.